hansı nümunələrə görə demək olar ki, şəxs əvəzliyi təyin rolunda çıxış edə bilər? Bizim zamanlarda uşaqlar bütövlükdə götürülür. Şəxs əvəzliyi, yəni şəxs əvəzliyi bizimdir və o sərbəst şəkildə təyin rolunda iştirak edə bilməz. İkinci nümunədə ağsaqqallar sizin atanızın, baxın burada da sizin əvəzliyi sizin atanızın söz birləşməsinin tərkibindədir. 3-də bizim tərəflər bizim şəxs əvəzliyidir və bizim tərəflərdə bir yerdə götürülür. 4-də sahib bizim şagirdlərin uğurlarını qəbul edə bilmirdi. Qəbul edə bilmirdi xəbər, kim sahib, nəyi şagirdlərin uğurlarını, qəbul edə bilmirdi xəbər, kim sahib, nəyi qəbul edə bilmirdi şagirdlərin uğurlarını, hansı şagirdlərin uğurlarını, bizim şagirdlərin. Burada bizim əvəzliyi təyin rolundadır. Ona görə 4-ü götürək, 5-ə baxaq. Orada sizin heyətin heç bir üzvünü görmədik. Görmədik xəbər, harada, orada. Nəyi görmədik? Heyətin heç bir üzvünü tamamlıq. Hansı heyətin heç bir üzvünü? Sizi. Baxın, sizin şəxs əvəzliyi təyin rolundadır. 5-i də götürək. 6-da o vəzirin, burada o-dan sonra virgül olmadığı üçün, baxaq, işarə vəzliyidir. O vəzirin belə tezliklə dönüş olması hamıya qəribə gəlmişdir. Burada o, şəxs yox, işarə vəzliyidir. Ona görə 6-nı götürmürük. Doğru variantımız 4-5 A.